Bəzən insanlar qəlbini qıracaq sözlər deyər. Səni əsəbləşdirmək, incitmək, hətta susturmaq istəyərlər. O an insanın içində bir fırtına qopar. Cavab vermək, özünü müdafiə etmək, qəlbindəki ağrını qarşı tərəfə hiss etdirmək istəyər. Amma hər kəsin bağırdığı yerdə sakit qala bilmək zəiflik deyil. Əsl güc qəlbini kinlə qaraltmamaqdır. Çünki bəzi insanlar səni öz səviyyəsinə çəkməyə çalışır. Bəzən bir addım geri çəkilmək məğlub olmaq deyil. Bəzən susmaq insanın içindəki imanı, tərbiyəni və Allah qorxusunu göstərər. Çünki qəlbi Allahla rahat olan insan hər daşa daş atmaz, hər yaraya yara ilə cavab verməz. İnsan nə qədər böyüyürsə, o qədər anlayır ki, hər sözə cavab vermək lazım deyil. Bəzi insanları ən çox sənin səssizliyin və gözəl əxlaqın məğlub edir. Elə buna görə Quranda buyurulur: Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər. Cahillər onlara söz atdıqları zaman salam deyərlər. Furqan surəsi 63-cü ayə.